Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 420 mindən çox şəxsin aktiv məşğulluq proqramlarına cəlb edilməsi hədəflənib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti infosessiyada qeyd edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev son illər bu proqramların genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını, qarşıdakı dövrdə də bu prosesin davam etdiriləcəyini vurğulayıb. İnfosessiyada son bir ildə agentliyin ümumilikdə 400 mindən çox şəxsi aktiv məşğulluq proqramlarına cəlb etdiyi, 160 min şəxsin işlə təmin edildiyi, 15,6 min şəxsin peşə hazırlığına cəlb edildiyi diqqətə çatdırılıb. İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 86%-nin məşğulluğunun təmin edildiyi, bu sahədə tədbirlərin davam etdirildiyi qeyd olunub. Tədbirdə Nazirliyin tabeliyində Dost İş Mərkəzinin fəaliyyətindən haqqı ödənilən İctimai İşlər Proqramının icrası işlərindən bəhs olunub. Nazirliyin tabeliyində əmək bazarı və sosial müdafiə məsələləri üzrə Milli Observatoriyanın sorğu monitorinq, təhlil tədqiqat, qiymətləndirmə və təlim inkişaf istiqamətləri üzrə gördüyü işlərin nəticələri diqqətə çatdırılıb. Qeyd edilən sahələrdə görülən işlər və hədəflər müzakirə olunub.